Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün hazırladığım belə bir gözəl, zərif, incə bir toy tortunun hazırlanma qaydasını sizlərlə də bölüşürəm. İnşallah siz də bu gözəllikdən yararlanarsınız və öz müştərilərinizə belə gözəl tortlar hazırlayarsınız. İnşallah bütün xırdalıqlarını izah edəcəm. Hazırlayarkən heç bir əziyyət çəkməyəsiniz deyə. İndi isə keçək xanımlar tortun yığılma qaydasına. Tortu axşamdan yığmışam. Tort özünü səhərə qədər tutub. İndi isə 6 yerdən belə bir turbalar batırıram torta. Çünki tortumuz uzaq yol gedəcək, etibarlı olsun. Orta hissəsindən də xanımlar bir uzununu yerləşdirəcəm, o birini isə ona taxacam. Bu qayda ilə tortun üzərini qanaşlayıram. Həmişə vurğulayıram ki, qanaş mənim olmazsa olmazımdır. Siz də inşallah qanaşdan istifadə edin. Qanaşın hazırlanma qaydası kanalımda var. İnşallah videonun alt bölümündən də paylaşacağım. Qanaşı bol çəkirəm xanımlar. Bir dəfə çəkdikdən sonra soyuducuya yerləşdirirəm. Ən azı yarım saat soyuducuda durduqdan sonra çıxardıb bir daha yenidən üzərinə yüngül qanaş çəkirəm və yenidən soyuducuya qoyuram. Həm bundan tortun etibarlı olur, möhkəm olur, həm də ki əyilmə prosesi olmur. İkinci tortu da dediyim kimi turbanın içərisinə yerləşdirdim. Xanımlar, tortumuzun ölçüsü həmişə vurğulursunuz ki, ölçünü demirsiniz. Xeyr, xanımlar, ölçünü deyirəm. Sadəcə sizlər videonu axıra qədər izləmirsiniz. Alt hissəsi xanımlar 30-un 30-adır. Üst hissəsi 22 diametrli formada hazırlamışam. Hər iki tortun hündürlüyü 15 santimetrdir. Yuxarıdan çəkiliş yuxarıdan olduğu üçün ola bilsin ki, İkinci hissə biraz hündür görsənir, ancaq hər ikisi 15 santimetrdir. Bu qayda ilə tortun hər iki tərəfini qanaşladım. Tortun altına götürdüyüm padloşka isə ikincisi 28'dir. Onu biraz böyük götürdüm ki, turbaların üzərində yaxşı otursun, dəbərmə ehtimalı olmasın. İkinci qat qanaşını çəkdikdən sonra üz qat kremini çəkirəm. Üz qat kremi də qaymaqlı kremdir. Möhkəm çalıram. Qaymağın içərisinə də biraz qatlaşdırılmış süd əlavə etdim. Qatlaşdırılmış süd əlavə edərkən onda çat vermə olmur xanımlar. Eyni bərabərlə də alt hissəsinə də çəkirəm bol-bol qaymağı. Sonra isə artığını isə spatula ilə götürürəm. Kiməsə belə rahat deyilsə, xanımlar, şirniyyat torbasına da doldurub tortun kənarlarına vura bilər. Sonra isə bax bu qayda ilə artıq kremi yığdım, götürdüm. Bizə lazımdır ki, ikinci hissə çox hamar olsun. Birinci o qədər də hamar olmasa da əziyyət çəkməyə bilərsiniz. Şpatellə hamarladım. Gördüyünüz kimi kənarlarından çıxan biraz dik formasında olanları aşağı yayıram. Dediyim kimi, çünki vafli kağızı yapışdıracağım. Çox da ideal formada da olmasa da olar. Bax bu qayda ilə obşi 22 ədəd vafli kağızı işlətdim. Bax belə hər tərəfinə düzürəm. Onu da deyim ki, xanımlar, kremim qatıdır. Heç bir problem yaşanmır. Kimsə də deyir ki, ay vafli kağızı qoyarkən əriyir kremin üstündən. Xeyr, heç bir şey olmur. Baxın, bu qayda ilə artıq demək olar ki, yarı hissəsinə düzmüşəm. Və bu qayda ilə də soyuducuda axşamdan səhərə qalır, səhər isə müştəriyə təhvil verirəm. 。
İndi isə keçək xanımlar güllərin dekorlanmasına. Şirniyyat ləvazimatları mağazasında satılan məftildən istifadə etmişəm. Şpulka formasında əyib bu qayda ilə tortun kənarından batırıram. Məftilləri spirtləmişəm. Heç bir qorxusu yoxdur. Uc hissələrinə isə pilonka bağlamışam. Yəni tortla heç bir təmasda olmasın deyə. Belə oradan buradan tək-tük hallarda gülləri batırdım. Gəlin qızı istəyi ilə tortun kənarlarına adi mirvari muncuq düzürəm. Bu da qızımızın arzusudur. Çünki dekorunda da mirvari muncuqlar var. Odur ki, bax belə bir muncuqlar da düzdüm. Bu da torta həqiqətən gözəllik verdi. Sonra isə qızılı falqadan istifadə edirəm. Bu da şirniyyat ləvazimatları mağazalarında olur. Yəni o qədər də bahalı bir şey deyil xanımlar. Bir dənə banka alsanız bir müddət işlədəcəksiniz. Yenə qızılı falqaları da tortun içəri hissəsinə yerləşdirirəm. Yəni vaflinin orta hissələrindən tam aydın görsənir. İndi isə bax belə mirvari metravoy muncuqlardan istifadə edirəm. Xanımlar, bax belə bir gözəlliyi qarşınızda bəzədim. İnşallah siz də bu videomdan yararlanarsınız, dəstəyinizi əsirgəməzsiniz. Bütün xırdalıqları, bütün nüansları sizlərlə bölüşdüm. İnşallah Allahın izni ilə yeni videolarda görüşənə qədər özünüzə yaxşı baxın və dəstəyinizi əsirgəməyin. Hələlik.